Ermənistanın siyasi meydanında gərginlik davam edir. Paşinyan hakimiyyətə qarşı çıxanlara sərt cəza tədbirlərinin görülməsinə tapşırıb artıq. Hüquq mühafizə orqanlarının onun əmrinə uyğun hərəkətə keçdiyi də bildirilir. Analitiklər isə Paşinyan hakimiyyətinin bu addımının siyasi rəqiblərin neytrallaşdırılması məqsədi ilə olduğunu qeyd edirlər. Ermənistanda daxili siyasi vəziyyət getdikcə gərginləşir. Ölkədə xaosun hökm sürdüyü bir vaxtda baş nazir Nikol Paşinyan hüquq mühafizə orqanlarına ona tabe olmayan şəxslərlə bağlı sərt göstəriş verib. Hökumət başçısı hakimiyyətə qarşı çıxanlara ciddi cəza tədbirlərinin görülməsini əmr edib. Bu barədə məlumatı Ermənistan İravun qəzeti yayıb. Artıq hüquq mühafizə strukturlarının baş nazirin göstərişinə uyğun olaraq fəaliyyətə başladığı bildirilir. Məlumdur ki, 2026-cı ilin iyununda parlament seçkisi planlaşdırılır. Müxalifət və narazı qüvvələrin fəallaşması fonunda Paşinyanın bu addımı düşünülmüş siyasi taktika kimi dəyərləndirilir. 8 avqust razılaşmasından sonra revanşistlərin, o cümlədən Rusiya bağlı qüvvələrin, həmçinin kilsənin təzyiq cəhdlərini artırması heç şübhəsiz ki, Paşinyanın addımlarını radikallaşdıracağını deməyə əsas verirdi və bu barədə proqnozlar artıq özünü doğrultmaqdadır. Növbəti dönəm ərzində konstitusion islahatlar, həmçinin bu istiqamətdə referendum və yeni seçkilər məsələsi indidən proqnozlaşdırmaq mümkündür. Paşinyan onun qarşısını kəsən, siyasi mənada ayağına dolaşan rəqiblərini ənənəvi qaydada aradan çıxarmaqda heç bir tərəddüd göstərməyəcək. Ekspertlərin fikrincə Paşinyan seçki ərəfəsində siyasi rəqiblərini neytrallaşdırmağa çalışır. Buna görə də o, mümkün etiraz dalğalarının qarşısını sərt üsullarla almaq niyyətindədir. Seçki öncəsi Ermənistanı qarşılamaq istəyən qüvvələr artıq hərəkətə keçməyə başlayıb. Ona görə də o sərt addımlar atmağa məcburdur. Təbii ki, Ermənistanda parçalanma, daxilidə parçalanma prosesləri də başlaya bilər, amma Paşinyan komandası paralel gizli yollarda həm də ictimai rəsmiyyətləri keçirir və o bilir ki, əhalinin daha böyük hərəlik kütləsi onu dəstəkləyir və buna görə də o bu addımlar atmaqdan çəkinməyəcək. Görünür, Ermənistanda daxili siyasi vəziyyət gərginliyini qoruyub saxlayacaq. Çünki hakimiyyətlə müxalifət arasındakı qarşıdurmalar hələ bir müddət sabitliyi pozacaq.